Давай харамı. Kaçıncı Azerbaycan dermenlere İstifa! 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 Azadlık! Ben gezin portaksızlarla istifa! Geleceksiniz! Arkamızda istediğiniz yerde geçmeyin! Yengeyle Azerbaycan polisine bakın! Şeref ve ləyaqətləri yoxdur onların! Şerefsiz! Şereflere bir bak! Düşmanları cevap verebilirsiniz! Azadlık! 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 Elman Nəbiyev, Elman Nəbiyev. Ehtiram Mehdiyev, bu bizdə çərdə Ehtiram Mehdiyev. Sürü də var. Məcid Ahid. Bu dəqiqə götürürlər.
Polis sarayından tutmuş, hamı bulundu. Ve çok qəribədir ki, bu günləri bunların dağıtılması da Bakı Baş Polis İdarəsinin rəis mavini Səhlə Bağırov rəhbəri eləyir. Görürsünüz Səhlə Bağırov burada. Səhlə Bağırov hələ Bakıridin qabağında insanların qabağını kəsmişdi və burada da onların vəhşiliyi görürsünüz. Mən sadəcə onlara bir tərəfə keçmək istəyirəm və hətta onun qarşısına alınlar ki, əgər saqqal 60 yaşlarda insanlar qorxularsa, bunlar bu xalqdan yazır. Eğer haklıdırlarsa, hakkın yanında dursunlar. Haklı olmadıkları için de çoğunluğa Bir dakika bırak şunu, niye soruyorsun? Niye soruyorsun? Niye soruyorsun? Çet. Vatandaşlar ne dönüşür? devam ediyor, bu devam ediyor. Niye arkada bulsa? Niye arkada bulsa? İcazəsiz etiraz aksiyası artıq mutlaq şəkildə nizami küçəsində mutlaq şəkildə davam edir. Burada da polis aksiyasılar arasında bir neçə qarşılıqlar oldu və burada göstərir və burada polis bir neçə adını yenər. Benim balam hiç narkotik çeken de değil, istifade eyləyən de değil. Bu polisler özleri narkotik çekendi, özleri manyaktılar. Ar olsun size, biz sizin halkınız değilik mi? Biz özgəsiyik ya, erməniyik, biz Azərbaycanlıyıq. Ülkəmi görmək istəyəndə, balamın içində anlaşardılar. Mənim evimdən gəlib, zorla anlaşardılar, bu evdə atırlar. Belə dövlət olmaz, belə sağlam dövlət olmaz. Mən yaxşı öz haqqını görmək istəyirəm. Ananın haqqımı, o sizin tərbiyəsi olmuşam. Mən kəndimi xalq tərbiyəsiyəm. Kəndimə havada tərbiyə vermişəm. An olsun sizə, an olsun xalq düşmanları. Şərəfsizlər, bunu şərəfsizlər. Mən kasıb arvadan səyəsiyimi qoruya. Məni böyük bir siyasətə sürüklədir. An olsun sizə, an olsun. An olsun sizə, xalq düşmanları. Heç bir sivil dövlətdə belə polis yoxdur. Xalqına düşmən, ölkəsinə düşmən. Bəsdir yetər. Biz yaşamaq istəyirik. Yaşamaq istəyirik. Biz də insan kimi yaşamaq istəyirik. Sürünməkdən yorulmuşam. Paltarı tapıram, yemək tapıram. Yemək tapıram, ayaqqabı tapıram. Yetər. Yetər. Bir sürü korrupsiyaları konuşamazlar. Biz seninle eti yiyelim, onu yemez. Oğlunu tutublar, neynəsin? İstifa! İstifa! İstifa!
olsun bunlara, alçaklar. Al olsun onlara. Onlar hamısı xalq düşmənləridir. Deputatlar xalq düşmənləridir. Bir də nazirlər xalq düşmənləridir. Xalq maraqlandırmır onları. Onlar ancaq mafya, pul maraqlandırır. Heç nə apara bilməyəcəksiniz fani cahanda. İnşallah nəsil, heç nəsələriniz də qalmaz. Mən təqdir edirəm kimlərə görə. Mən adi bir vətəndaş, düzsüz, haqsız dediyinə görə balamı mənim hapis edib ki, məni sustursunlar. Sustura bilməyəcəksən. Çünki mən belə tərbiyə almışım sizə. Nə olsun ki prezidentsə, nə olsun ki bütün Azərbaycan xalqının sərvətini mənimsəmisən. Bir keçmişsən məni Sünəbin evlərindən aldın. Ay olsun sənə. Sən elə xəciz prezidentsən ki, mən sənə gülməyim gəlir. Bu ağ saçların nuru vursun sizi. Bircə köpük də əlində aparmayacaqsın. Yiyəcəksiniz Azərbaycan sərvətini. Yiyəcəksiniz, patlayarsın. Heç yeriyə də bilməzsin. Güman etməyin bu fani cahanda nəsə aparasın. Süleyman Peyğəmbərə qalmayan dünya heç kəsə qalmaz. Bunu bilin. Acından ölərsin axırda inşallah. Actually, we cannot agree on that's why we're still waiting. For us, it's no problem. Yeah, I will let you know as soon as I know. We have a lot to do today, so whatever is going on, tell us. And what about the rehearsal of Kamal? You told him or not? I think I can call also. Okay, no, then but he knows that you will call him. Yeah, okay.